studiyada için mən var. Sənsiz və günahsız insan və hər halda bax görürsən, sən də danışırsan sən. Deyirsən ki, biz bura gəlməyəcəksən, mən gəlməyəcəm. Gəlməyəcəm. Bu da mənim elədiyim yaxşılıqların cavabı. Yox, mən sizə görə yox. Mən buna rahatım. Mən zaliməm. Mənə görə deyən adam elə bunu mənə görə deməlidir. Qeyr, zaliməm. Elə tərbiyəsizliyi edən adam zaliməm. Hətta hörmət qoyulur. Allah üçün kimsə haqqında danışır. Sən başlayırsan, acım belə asıl eləməsin də. Zaliməm, çox xahiş edirəm sizdən. O videonu qoyun baxın. Ay qardaş, kənarda gedib şəxsi bir Özündən danışın, öz probleminizdən danışın. Sənin də problemi var, özündən danışın. Zaliməm, burada məndən başqa nə qədər adam olub ki, onu təhqirdən belə eləyir. Söyüş də söyür. Amma olan heç birinə cavab verir. Deməli kimsə onu mənə... Sən keçən ildən bizi qaranlıqda, keçən ildən. Keçən ildən sən neyləmişəm? Keçən ildən. Düz deyirəm də, sənə görə bərbaht oldu həyatı. Alt üst oldu həyatı. Səhv danışsan ki. İnsanın mən sənə bir tərəfdən canım yanır, deyirəm, ayaq bax, qurban olaraq. Bax, bu hərəkətləri edirsən. İnsan kimi canım yanır, deyirəm, ayaq bax, qurban olaraq. Buna da bir... Allah deyirəm, mən sənə bir şey deyim. Nurların dediklərindən daha ağır kəlmələr səslənirsən. Digər qəhrəmanlardan. Bu Hüseyin də deyir, oyun oynayır, Korman da deyir, o da hamısı deyir. Oyundur. Mənə layiqdir o sözlər. Ulan sənə təkdir edəməyim. Ben bugünkü dünya aslında üzr istəyirəm. Bunu mən təqdim edən əməkçimizə, çünki mənim etibarım anladım. Çox sağ olun, minnətdarım. Ya bütün dünyada görsün ki, mən onu oynamışım. Bundan sonra heç kəs bir insan kimi yiyəyim. Qardaşım sən xətimiz olsun, Nurlandı qardaşım xətimiz olsun. Kimsə hüququnu, haqqını, bunlarla sözlərə təqdim edərək. Hüquq var, özü olanları var. Müraciət edir. Yəni o sənin şəxsi. Bilirəm, ey yol, gəl ki, qardaş, sən necədir? Yəni sən belə rəsmən imtina edədin ki, mənim xanımım deyil, boşanmaya gedirəm, kimsə problemi var. Mən Acimə sözümü demişəm. Acim özünü sındırmaq istəmir, qürurunu saxlayır və anasının, atasının qərarını saxlayır və o ana atar ki, bu cücü bunun yanında yoxdur. Məlum məsələlər ki, yəni olan şeylər deyilənlər düzdür. Mən çox səhv eləmişəm ki, mən anamın əyəklədim, çox əyəklədim. Amma bu cücü mən peşmanım. Bütün milyonlardan öz istəyəm və bunu da demək istəyəm ki, mənim yaşda, mənim tərzdə olan insanlar seçim eləyəndə düzgün eləyir. Baxın mən səhv elədim, səhvini anladım. Amma siz baxın buradan ki, siz bu səhvləri eləməyəsiniz. Heç bir valideynə qarşı. Ata da pis ola bilər, ana da pis ola bilər. Amma ananın yeri heç nə verməz. Heç nə. Heç nə verilməz. Mənim üçün bu qədər. Mənim anada mənə yox, pis yox. Tam bunu deyir. Baxın, mən il yarımda nələrə dözürəm, hansı dil vurgulara, fikirlərə, səslərə, mövzulara, haqlı və ya haqsız, hamısına özünü sərf edirəm. Yəni, mən Allaha həmişə ona görə təşəkkür edirəm ki, Allah bunu belə deyişləndir, doğrudan da həqiqətən və əziz Allahım. Bax, gördünüz, axır öz dilindən, il yarımdan sonra gəldiyi yanaya, il yarım sürdü. Amma nəticə itibarilə gəldi, özü burada milyonların gözünün qarşısında etiraf edir. Sən də etiraf edəməlisən səhvlərini. Sən də anana qarşı, atana qarşı elədiklərini. Mən hələ Aslanı, Ceyranı öyrənkənlər, onlar yaddılar. Görürsən, bir yerdə qapılarını açdılar, bir yerdə qapılarını bağladılar. Sağ ol. Çünki onların öz qalası var. O qalada bir yerə qədər adama icazə verirlər. Mən artıq bu ailəni tutmuşam. Bir yerə qədər icazə verirlər ki, o qalada kimsə at oynatsın. Və bir yer məqam ki var, ona gəlib çatanda hamını çıxartlar, təzdən yığışırlar öz qalalarına. Qastalan, bitti artıq. Aygün, sən də valideynlərinin qarşısında nəyi səhv eləmişsənsə, sən onu etiraf eləməlisən. Nə böyük səhvlik olar səni, bilirsən necəli, adam övlad kimi qəbul eləmir bunu. Qəbul eləmir, yəni ki, bəlkə yaxın durur, mən bilmirəm. Evet, bir dənə atası gəlib ki, yəni o kişilə xəstə adamdır. Mən onun haqqını itirənmərəm, düzdür. Azdan çoxdan yəni əl atıb eləyib, mən onu deyənmərəm. Amma mən şəxsən bu durumda, mən deyəndə o sözü deyirlər ki, Aslan Nacib biləcək. Həqiqətən ona yazdım gəlir.
Həqiqətən bu cücü gün mənim ona yazım gəlir. Allah'ımızın ağzı orada şahidir. Mənim ona yazım gəlir. Ağlayır, nə bilim, adam deyir, oruçlar, insanım, müsəlman. Mən ona qarşı heç bir duyğum, heç bir sevgim yoxdur, deyil, ölüb. İstəmirsən. Sən görürü sındırmırsan. Sənə qıraqdan edirlər ki, risk elə, həyatına risk elə, nə bilim, bilmirəm. Sənə bir gün söz deyildir. Sən yenə durursan, durulan nə pisliyi görürsən. Nə pisliyi görürsən durulan. Yat Hüseyni, mən danışırlar, görməcə verir, sus danış. Hadi esin mənə, hər nə deyirsin. Müsəlman da. O videoya baxsaq, orada Esra xanımla danışın. Mən də Bir o danışım. video mən Hakkınız yoktu. Necə? Perde arkası aramızda baş vermez. Hayır hakkınız yoktu. Gelip verilişine zarı şart bu. Bu düzgün değil mi abi? Mən də səhvlərə gedəcəm. İnsan bugünkü gündə də səhv edir. Sen insansın. Amma bilirsiniz nədir? Sizin ailənizə qarşı elə bir ifadələr olsa, nə də yaxşı edirsiniz? Şarap yaratmaz. Şərab yaratmaz, hansı şərabın söhbət edir? Onun da serti Gel. sevgili serti Hey, 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 ailesinden dahi edersiniz. Bilirsiniz nə düz danışırsın? Burada başta Zahar müəllim olmaqla, yeri gəlində Zahar müəllim də oyun ola bilər. Ben bilmirəm ki, o Şeylə düzey danışıb, deyil. Pərviz oradan danışıb, başqaları danışıb. Niyə onlara reaksiya olmadı? Yox, mən demirəm o Mən düzey orada deyil. Haygünün adını bir dəfə çəkmişəm, onda da demişəm ki, Allah işlərini aman eləsin. Aslanın da, Seyranın da, Aygünün Benim da. demeyim o ki, Aygün. perde nasıl cevaplar? Aygün yok. Əslində Aygünün ona verdiyi cavab çox ədəbsiz. Yəni bir kişinin məsələn verdiyi cavaba mən baxdım. Hələ burada o özünü saxladı, pərdə arxasında özünü saxladı. Mən gördüm ki, orada o pərdenin qabağından 2-3 dəfə belə keçdi. Heç çörüm ona baxmadı. Ümumiyyətlə Aygün çox sərtlərə yol verir ailədə. Aygün Aslana hələ- qarşısan. Aslana qarşı, aslan səni Adamla vermişdi, qapılaşmışdı, arasında çıxartmışdı. Qapılaşdı sənə adam eləmişdi, gəlmiş evinə, xanım eləmişdi, o da pis eləmişdi. Bütün el aləm ondan düşman oldu buna görə. Amma sən axı nə istədin ki? Yəni nə lazım idi, başqa nə lazım idi? Adam Bilməsin, çocuğun aslında arabaya xət çəkdim, oraya xət çəkdim. Bu dəqiqə münasibətim bu. Bu həyatda, bu dünyada, bu yerdə, bu boyda dünyanın sürətində Ay Aslan, bizə bir şey deyim, mən sənə maraqlıdır. Az nədir bu? Az sən tutarmısan, bunları, tutarmı? Ümidim var, bəlkə təzdən aslında sənə qayıt qalacaq. Almayacaq, vallahi Ben almayacaq. çünkü Acun'a dedim ki Acun'a öz nəsiyyətimi mən istiyordu Aslan yani özü bilər. Mən Acun'a dedim ki Arzu aləm dağılmasın, falan eləməsin. Mən Arzu özünə nə verdi ki, sadə hələ məsləhət verir? Ceyran xanımın dediği söz. Mən Ceyran Yenə sən ağıllı çıxdın, rəsmi evləndin. Arzu hiç onu da bacarmadı. Arzu yalvara qalmış ki, bura bir peçat koyulsun, bura bir peçat koyulsun. O şey ne olur, bir ay qardaş, bu mənədir, mənə deyil atı. İndi qalmışdı ortalıqda.